Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil fercehum. Rabbimizin ihsanı, 11 ayın sultanı, qardaş qəfləti burax, dəyərləndir hər anı. Salam əziz və dəyərli izləyicilər, hər vaxtınız xeyirli, uğurlu olsun. Siz dəyərli izləyiciləri Ramazan ziyafəti verilişində xoş gördük. Bugün də həmişə olduğu kimi, elhamdülillah, Ramazan ziyafəti verilişimiz canlı yayımlanaraq dəyərli qonaq və gözəl bir mövzu ilə siz əziz izləyicilərin qonağıyıq. İnşallah bacardığımız qədər ustadımızın söhbətlərinə diqqətlə qulaq asmağa çalışarıq. Allah Teala oruclarınızı, ibadətlərinizi ali dərəcədə qəbul etsin. İmam Cəfər-i Sadiq əleyhissalam buyurur ki, İnnəmə fəradallahu siyamə liyəstəviyə bihil ğaniyyu vəl-fəqir. Allah Teala orucu vacib edib ki, bunun vasitəsilə varlı və kasıb bərabər olsun. Təəssüflər olsun ki, bu günləri bir çox varlı və belə deyək, dövlətli insanlar aclığın nə olduğunu bilmirlər, yoxsulluğun, kasıbcılığın nə olduğunu dərk etmirlər. Ona görə də Allah Təbarək və Teala oruç tutmağı vacib edib ki, bəlkə bu cür insanlar oruç tutmaq vasitəsilə ən azından ətraflarında olan kasıb və fəqir insanların necə aclıq çəkdiyini başa düşə və dərk edələr və bunun vasitəsilə də öz əllərində olan var dövlətdən ətraflarındakı kasıb və fəqir insanlara da infaq edələr, onlara da kömək edələr ki, Allah Teala bunun vasitəsilə onları da bağışlaya və öz doğru yolunda sabit qədəm edə. Həqiqətən də Allah Təbarək və Teala bəndələrinə qarşı rəhimli və mərhəmətlidir. Bəli, dəyərli izləyicilər, bugünkü mövzumuza gəldikdə isə bu mövzu həqiqətən də günümüzün bir növ qlobal bir problemlərindəndir. Övlad tərbiyəsi məsələsi ən mühüm və ən lazım olan məsələlərdəndir ki, hər bir valideynin vəzifəsi, borcudur ki, bu məsələ üzərində çox ciddi şəkildə çalışmalıdır, öz övladını düzgün şəkildə tərbiyələndirməli və istiqamətləndirməlidir. Mövzumuzun adından da məlum olduğu kimi təvhidin belə deyək də övlad tərbiyəsindəki təsiri. Baxın, hər bir insan öz etiqadı əsasında formalaşır. Əgər biz öz övladlarımızı tək Allahlılıq, təvhid, Allah məhəbbəti, Əhl-i-Beyt, Quran məhəbbəti ilə tərbiyələndirib böyütsək, o zaman bizim övladlarımız cəmiyyətdə gözəl və faydalı bir insan olacaq. Yox, əgər bunun əksi olaraq övladlarımızın başlı başına buraxsaq, necə gəldi öz başına əyri yollarla getsələr, səhv tərbiyələrlə böyüsələr, məlum məsələdir ki, belə bir övladlar gələcəkdə cəmiyyətdə fitnə fəsaddan başqa bir şey olmayacaqdılar. Ona görə də hər birimiz bacardığımız qədər çalışmalıyıq ki, bu mövzulara həssaslıqla yanaşaq. Bəli, dəyərli izləyicilər, bugün əziz ustadımız bu mövzu haqqında çox gözəl söhbətlər edəcək və sizlər də çalışın ki, bu verilişi başqa müsəlman bacı və qardaşlarla paylaşaraq onların da ustadımızın gözəl söhbətlərinə qulaq asıb faydalanmağına bir vasitəçi olun inşallah. Bir daha diqqətinizə çatdırıram ki, suallarınızı və təkliflərinizi bizi izlədiyiniz platformaların direkt və rəylər bölməsinə
və ekranda gördüyünüz WhatsApp nömrəsinə ünvanlaya bilərsiniz. Verilişimizin bugünkü qonağı övlad tərbiyəsi üzrə araşdırmacı, ilahiyyatçı Rüfət Həbib oğludur. Salam aleykum ustad, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Aleyküm əssalam, sizin də hər vaxtınız xeyirli olsun, xoş gördük. Çox sağ olasınız, Allah razı olsun. Allah Teala sizin də oruc və ibadətlərinizi ali dərəcədə qəbul etsin inşallah. Amin cümləmiz. Ustad, zəhmət olmasa qeyd etdiyimiz kimi bu övlad tərbiyəsi mühüm və önəmli məsələlərdəndir. Bu barədə, yəni məxsusən də təvhidin övlad tərbiyəsində nə kimi təsirləri var? Bu haqqda zəhmət olmasa danışardınız. Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xayrun nasirin və mu'in. Elhamdülillahi Rabbil aləmin. Mən ilk növbədə bütün oruç tutanları təbrik edirəm ki, Allah Teala lütf elədi biz bu ildə Ramazan ayını görə bildik, oruç tuta bildik. Elhamdülillah. Və ikinci növbədə də Allahdan diləyirəm ki, bütün oruç tutanların, bütün oruç tutan müsəlmanların oruclarını, ibadətlərini, dualarını bu ayda qəbul eləsin. Amin. Bizi bu aydan əli boş çıxarmasın. Bu ayın qədrini bilməyə bizə nəsib etsin. Hər bir məsələnin bir baxış bucağı var. Tərbiyə məsələsi də bu istisna deyil. Hər bir məsələnin də, hər bir mövzunun da bir təməl prinsipləri var. Tərbiyə məsələsi də belədir. Bayaq siz qeyd etdiyiniz kimi insanın dünya görüşü onun şəxsiyyətinin formalaşmasına səbəb olur və insanın dünya görüşü onun rəftarına da bilavasitə təsir edir. Biz müsəlmanlıq, bizim İslami dünya görüşümüz var və biz bu dünya görüşü Qurandan və Əhl-i Beytin hədislərindən əldə eləmişik. Quran-ı Kərim və Əhl-i Beytin hədislərinə əsasən öz baxışlarımızı da islah etməyə çalışırıq. Əgər tərbiyə məsələsində bizim düzgün baxış bucağımız olsa, demək olar ki, yolun 80%-ni biz getmişik və müvəffəq də olmuşuq. Bu mübarək Ramazan ayıdır və bu ayda Quran nazil olub. Yerinə düşər ki, biz verilişimizdə də elə Quran ətrafında söhbət açaq. Təvhid məsələsi Quran-ı Kərimdə ən önəmli mövzulardan biridir. Və təvhidin də bir neçə məqamı var, növləri var. Bizim bugün söhbətimiz rububiyyətdə olan təvhiddən gedəcək. Biz istəyirik övladlarımızı tərbiyə edək. İstəyirik Ramazan ayında fərqli yaşayaq. Fərqli bir yaşam tərzinə sahib olaq ki, həm övladlarımız bizdən ibrət götürsünlər, həm də onlara göstərək ki, bu ay başqa aylardan seçilir. Bu ay mən ataya, mən anaya müsbət təsir qoyub, mənim səninlə, həyat yoldaşımla davranışım əvvəlki aylara və sonraki aylara nisbətən dəyişib. Çünki uşaqlar, bizim övladlarımız bizim etdiklərimizi təkrarlayırlar. Uşaq gördüyün götürür. Uşaq evin güzgüsüdür. Əgər övladlarımıza təsir qoymaq istəyiriksə, birinci növbədə gərək rəftarımızla bu işi görək. Tərbiyədə ən mühüm məsələlərdən biri, tərbiyənin, İslami tərbiyənin təməl prinsiplərindən biri təvhid məsələsidir. Əgər baxış bucağımızı təvhidə uyğunlaşdıra bilsək, dinin dediyinə uyğunlaşdıra bilsək, onda biz görəcəyik ki, bizim tərbiyədə baxışımız dəyişib. Bizi izləyən əziz tamaşaçılar da təcrübə edə bilərlər. Təvhid həm Quran-ı Kərimdə, həm də hədislərdə çox önəmli mövzulardan biridir. Mən Elhamdülillahi Rabbil aləmin ayəsini bu qəsd, bu məqsədlə oxudum ki, Rəbb sözü işlənib bu ayədə. Rəbb sözü Quranda bir çox yerlərdə işlənib. Əgər siz diqqət etsəniz, Quranda keçən duaların əksəriyyətində Rəbb sözü var. Ya Rəbb, Rəbbənə, Rəbbi, hamımızın oxuduğumuz Rabbena atina fid dunya həsənə və fil axirəti həsənə
Rəbbi zidni ilmən və əlhiqni bis salihin. Rəbb sözündən çox istifadə olunub. Ha belə bizim böyük və məşhur dualarımızda da. Yaxşı, Rəbb sözünün mənası nədir? Rəbb sözü özündə bir neçə mənanı ehtiva edir. Belə deyək də, bir neçə məna cəm olub Rəbb sözündə. Malik, sahib, mülkün sahibi, idarə edən, bəli. Yəni, bütün bu sözlərin hamısını bir yerə yığmaq istəyib, bir söz əldə eləmək istəsək, Rəbbdir. Rəbb o şəxsə deyilər ki, sahib olduğu şeyin kamala çatması üçün hər bir istedadı, hər bir şəraiti ona verər. Əlindən tutar, onu kamala çatdırar. Rəbb budur. Rəbb sözü əgər söz birləşməsi halında işlənməsə, yalnız Allaha məxsusdur. Yox, əgər ərəb dilində söz birləşməsi kimi istifadə olunsa, onda başqa şəxslərə də biz onu aid edə bilərik. Misli, Rəbbul beyt, evin sahibi, Rəbbul ibil, dəvənin sahibi və s. Amma tək işlənsə, yalnız və yalnız Allaha məxsusdur bu ad. Mənasını da qeyd etdik ki, öz sahib olduğu, malik olduğu şeyi kamala çatdıran. Hər bir şey də onun əlindədir. Mən Qurani Kərimdən bəzi ayələri ki, onların bizim mövzumuza bilavasitə təsiri var, qeyd etmək istəyirəm və Quran ayıdır. Quranla da biraz ünsiyyətdə olsaq pis olmazdı. Əlbəttə bizim izləyicilər təbii ki, Quranla çox ünsiyyətdə olurlar və Quranla ünsiyyətdə olmağın ən sadə metodlarından biri budur ki, təqribən bir cüz 10 səhifədir. 10 vərəqdir. Təqribən 10 vərəqdir. Əgər biz bu 10 vərəqi gün ərzində bölsək, 2 vərəqə məsələn, 5 dəfə 2 vərəq oxusaq, gün ərzində bir cüz Quranı biz tamamlamış olarıq. Gərək Quranla elə ünsiyyətimiz olsun ki, bizi Qurandan dartsınlar, ayırsınlar. Nəinki təkcə Ramazan ayında. Əlbəttə, Ramazan ayında Quran tilavət etməyin, Quran qiraət etməyin savabı qat-qat çoxdur. Amma Ramazan ayından başqa aylarda da biz gərək Quranla ünsiyyət tapaq. Dostumuz, rəfiqimiz, həmdəmimiz, dərdləşməyimiz Quranla olsun. Qurandan başqa bizim belə bir dəyərli ikinci bir kitabımız yoxdur. Və Quranda da Rəbb haqqında bir çox ayələr var. Allah Teala özünü bizə tanıdır. Daha sonra hədislər vasitəsilə Əhl-i Beyt əleyhissalam Rəbbi bizə tanıdır. Amma mən əsas məqsədim budur ki, bu ay Quran ayıdır deyənə Qurandan çox istifadə edək. Misal üçün, Ənam surəsinin 164-cü ayəsində Allah Teala öz Peyğəmbəri Həzrəti Məhəmmədə Allahın salamı olsun ona və Əhl-i Beytinə buyurur ki, Qul əğəyrallahi əbği rəbba və huvə rabbu kulli şey. Mənim Rəbbim hər bir şeyin sahibi olduğu halda mən başqa bir şəxsi Rəbb tutum özümə. Yəni, mənim malikim var, sahibim var. Mən sahibsiz deyiləm, biz sahibsiz deyilik. Bizim Rəbbimiz var. Ramazan ayının dualarına bizim izləyicilər diqqət etsələr, hər duanın axırında Allaha bir növ xitab olunur. Bu xitablar müxtəlif formadadır. Bir xitab var, o 2 dəfə işlənib. Yəni 30 ay, 30 gündə, 30 növ, duanın içində 30 növ müraciət var axırda, duanın sonunda. Bir müraciət 2 dəfə işlənib. Ya ərhəmər rahimin. Bizim sahibimiz var. Biz sahibsiz deyilik. Və yaxud başqa bir ayədə Allah Teala açıq-aşkar bizə bildirir ki, bütün insanların Rəbbi mənəm. Yəni, bütün insanların sahibi mənəm, maliki mənəm. Bütün insanları istisnasız kamala çatdıran mənəm. Hamının bildiyi ayə Nəs surəsinin 1-ci ayəsi. Qul əuzu bi rabbin nas. De ki, sığınıram aləmlərin, insanların Rəbbinə. Bütün insanlar. Ayəyə biz nəzər salsaq, insanlar sözü işlənib. Qadınlar işlənməyib, kişilər işlənməyib, qocalar işlənməyib, uşaqlar deyilməyib. Bütün insanların Rəbbi mənəm. Bütün insanların sahibi mənəm. Bütün insanların maliki mənəm.
Bunu da haşiyə olaraq qeyd edim ki, biz ayələri oxuduqdan sonra anlayacağıq ki, mövzumuzun bura nə dəxli var. Tövhidin tərbiyə təsiri nə deməkdir? Və yaxud malikiyyət dedi ki, Rəbb sözünün bir mənası, yəni malik, hər bir şeyin sahibi olan. 11 dəfə Quran-ı Kərimdə lillahi ma fis semavati vel ərz. Yalnız Allaha məxsusdur. Göylərdə və yerdə olan hər şey. Ərəb dilinin qrammatikasını bilənlər anladılar ki, lillahi qabaqda işlənib deyənə, yəni yalnız Allaha məxsusdur. Yalnız Allahdır hər bir şeyin sahibi. 11 dəfə ləhu ma fis semavati vel ərz. Yalnız ona aiddir. Onundur yerdə olan və göydə olanlar hər bir şey. Və bir dəfə də qul limən ma fis semavati vel ərz qul lillah. Peyğəmbərə buyurur Allah Teala ki, sən onlara de, iman gətirməyənlərə de, kimdir göydə və yerdə olanların sahibi və kimin üçündür bunlar hamısı? Və sonra onlara de ki, qul lillah, Allahındır, Allahdır sahibi. Siz bilirsiniz ki, cahiliyyət dövründə olanlar Allahın xaliqiyyətini qəbul edirdilər. Amma rübubiyyətini qəbul etmirdilər. Onların baxış bucağına və düşüncəsinə əsasən Allah insanları xəlq edib, kənara çəkilib və bütlər bizim işlərimizi idarə edir. Ümumi bir Allah var, amma yerdə qalan xırda, belə deyək, Allahlar da var. Bu, qədim Yunanistanda da olub bu məsələ. Bir neçə Allah, böyük Allah, bir neçə Allah. Yəni, Üstad, bağışlayın, belə deyək də, indi elə Peyğəmbər salavatların dövrü və ondan qabaqki o cahiliyyətdə yaşayan insanlar, müşriklər buyurduğumuz kimi, yəni Allah Teala'nın xaliqiyyətini qəbul edirdilər. Amma rububiyyət məsələsində müşriklər var. Baxın, biz də deyirik müşrik, yəni Allah'a şərik qoşan. Bəli, bəli. Bu şəxslər deyirdilər ki, Allahın əqidələri və fikirləri də bu idi. Bir Allah var, bir xaliq və bir də bu bütlər var. Bəli, bəli. Yəni Allah onların vasitəsilə bir növ çatdırır. Yox, bunlar bəli, Allah bəli, bunlar bu bütlər müstəqil bizə ruzi verir, bizi qoruyur. Hərəsi bir şeyin hərəsi bir işi görür. Qeyd etdiyim kimi qədim Yunanistandakı kimi ki, dənizin bir Allahı var idi, küləyin bir Allahı var idi və döyüşün öz Allahı və s. və ilax. Allah Teala bu ayədə buyurur ki, sən onlara de ki, kimindir bu yerdə göydə olanlar? Allahındır. Bunlar rububiyyət ayəsidir. Və yaxud İsra surəsinin 56-cı ayəsində Allah Teala öz sifətləri haqqında danışandan sonra buyurur ki, Zəlikallahu Rabbukum. Budur sizin Allahınız. Sizin Rəbbiniz olan Allah budur. Ləhul mulk. Mülk onundur. Yəni, hər bir şey onundur. Vəllezine təd'un min dunihi, sizin ibadət etdiyinizlər, sizin ibadət etdiyinizlər ma yemlikune min qətmir. Onlar heç xurma çəyirdəyidir, onların əlində yoxdur. Nə demək istəyir? Bayaqçı bizim sözümüzə qüvvət olaraq Allah buyurur ki, mənəm tək olan xaliq, üstəgəl Rəbb də mənəm. Düzdür, mən sizi yaratmışam. Sizin xaliqiniz mənəm, amma işlərinizi idarə edən də mənəm. Sizə ruzi verən də mənəm. Yerdə olan hər bir şeyin insanın zehninə nə gələ bilər, nə təsəvvür eləyə bilər insan? Molekul, atom, daş, ağac, qum, torpaq, dəniz, hər bir şeyin Rəbbi mənəm, sahibi mənəm və hər bir şeydə mən idarə edirəm, hər bir şeydə mən kamala çatdırıram. Hər bir şeyin zatı, vücudunun, varlığının zatı bilavasitə mənə bağlıdır. Başqa heç nəyə bağlı deyil. Bir anlıq mən öz rəhmətimi həmin o varlıqdan götürsəm, o məhv olar. Hər bir şeyə aiddir bu. Ustad, belə deyim də, elə bu Rəbb məsələsi həqiqətdə biraz müşküllü bir kəlmədir. Yəni, bugün baxırıq ki, bir çox zalim hakimlərin də müşkülü bununla. Allahın xaliqiyyətini qəbul edirlər. Eynilə o cahiliyyət dövründəki müşriklər kimi qəbul edirlər. Amma o Rəbb məsələsi ki, gəldikdə onların da burada problemləri üzə çıxır. İdarə etmə məsələsində. İdarə etmə məsələsində gələndə mən də varam. Bəli. Amma halbuki Allahın qanun qoyanın əsl Allah olduğunu unudurlar. Baxın, indi biz gələcək ayələrimizdə toxunacaq bu məsələyə.
Hətta ilahi peyğəmbərlər bu iddiada olmayıb. Heç bir ilahi peyğəmbər iddia etməyib ki, mən müstəqil olaraq sizə bir xeyir verəcəm. Heç bir peyğəmbər bunu iddia etməyib. Başqa bir ayədə Allah Teala Səba surəsinin 22-ci ayəsində belə buyurur ki, sizin çağırdıqlarınız, bizim bu cahiliyyət dövrü haqqında danışdığımız mövzuya aiddir. Sizin çağırdıqlarınız la yemlikune misqale zərrətin fis semavati vel arz. Bir zərrə onların heç nə mülkiyyətində yoxdur. Sahib deyirlər, heç nəyə sahib deyirlər onlar. Və yaxud başqa bir ayədə Allah Teala buyurur ki, Ənkəbut surəsinin 17-ci ayəsi. İnnellezine ta'budun min dunillah la yemlikuna lekum rizqa. Allahdan başqa ibadət etdikləriniz sizə heç bir ruzi verə bilməzlər. Siz elə bilirsiniz ki, mən sizi xəlq elədim, kənara çəkildim və bu bütlər sizə fayda verir, halbuki onlar heç bir ruzi vermir. Biz bu ayələri həm oxuyuruq ki, bizim verilişimiz nurani olsun, həm Ramazan ayıdır, biz Quranla ünsiyyət tapaq, görək Quran bizə nə deyir, bizə nə göstəriş verir. Quranın, dinin bütün göstərişləri insanın fitrətinə tam mütənasibdir, tam uyğundur və Quranın qadağaları bizim fitrətimizə ziddir. Quran və din bizim xeyrimizi istəyir. Bizim nəyə münasibdirsə ona bizi əmr eləyir. Əgər Quran əmr eləyirsə ki, mənəm sizin Rəbbiniz, bizim faydamızdır, xeyrimizədir, bizə mənfəəti var. Və əgər Quran bizə əmr eləyirsə ki, siz Ramazan ayında oruç tutun, Rəbbinizə təslim olun, yenə də bunun bizim fitrətimizə faydası var və bizim hər bir əmri, dinin, Allahın göstərişinin bizim kamalımıza faydası var. Və hər bir qadağa ki, Allah Teala və bizim gözəl İslam dinimiz qoyub, bizim kamaldan bizi saxlayır. Biz nöqsan yaranır bizim varlığımızda. Təbii ki, qərb fəlsəfəsində insanı sırf maddi bir varlıq kimi təsəvvür edilən fəlsəfələrdə bu anlaşılan bir şey deyil. Çünki bu fəlsəfələr insanın ruhuna etiqadları yoxdur. Və onların əksəriyyətinin əqidəsinə əsasən və təməl prinsiplərinə əsasən dünya elə bu dünyadır. Heç bir axirət yoxdur və insanın varlığı elə onun bu fiziki varlığıdır. Heç bir ruh, metafizik bir aləm yoxdur. Və özləri üçün də elmi, dırnaqarası elmi bir qayda qanunlar da izah edirlər bununla. Təbii ki, heç birində əsası yoxdur. Amma din bizə başa salır ki, xeyr, siz əgər kamala çatmaq istəyirsinizsə, siz burada müvəqqətisiniz. Sizin qarşınızda bir əbədiyyət var. Müvəqqəti bir yerdə ilişib qalmayın. Mən bütün insanları xəlq eləmişəm. Bizim Rəbbimiz bizi xəlq eləyib. Bütün incəliklərini bilir insanın. İnsanın nə faydası var insana bilir. Nəyin insana ziyanı var bilir. Çünki xaliq odur. Mümkün deyil ki, xaliq Rəbb olmasın. Mümkün deyil. Xaliq mütləq Rəbb olmalıdır. Çünki xaliq bilir ki, mən bu varlığı yaratmışam, necə bu varlıq kamala çatmalıdır. Nə ona ziyandır, nə ona xeyirlidir, onu yalnız Rəbb bilir. Başqa heç kəs bu məsələni bilmir. Və tərbiyənin xəritəsini də yalnız belə bir varlıq cıza bilər. Biz belə bir varlıqdan soruşmalıyıq ki, biz necə özümüzü və övladlarımızı tərbiyə edək. Çünki bizim sahibimiz varlığımızın bütün ehtiyacını, tələbatını, ruhumuzun bütün tələbatını yalnız o bilir. Yalnız Allah bilir, yalnız Rəbb bilir və onun icazə verdiyi şəxslər. Başqa bir şəxsə müraciət eləmək bu məntiqlə də düz gəlmir. Bəli. Ustad, təəssüflər olsun ki, bu qeyd elədiyiniz məsələ bəzi müsəlmanlar arasında da var. Yəni bu təfəkkürə sahibdirlər ki, yəni elə cənnət də, cəhənnəm də hər nə varsa bu dünyadadır. Yəni baxsan ki, hətta mən bəzən özüm şəxsən, yəni bəzi dindarlardan da bu şeyi eşitmişəm ki, yəni cənnət, cəhənnəm elə namaz qılır, amma bu təfəkkürdədir. Amma təəssüflər olsun bu insan başa düşmür ki, hətta Allahın
bu qədər peyğəmbərləri, ulul əzm peyğəmbər və məxsusən də bizim İslam peyğəmbəri kimi əzəmətli şəxsiyyətlər bu dünyaya gəlibdir. Əgər bu dünyada olsaydı hər bir şey, bəs ağılla da düz gəlmir axı. Allah öz sevdiyi bəndələrini niyə bu qədər çətinlikdə buraxıb, onlar əzab-əziyyət görüblər. Amma onların düşmənləri, Allahın düşmənləri bu dünyada rahatçılıq içində yaşayıblar. Onda Allah belə çıxır ki, öz sevdiyi bəndələrə zülm edib, öz düşmənlərinə isə də şərait yaradıbdır bu dünyada. Biz Ramazan ayında Quranla ünsiyyətimizi çoxaltsaq, təbii ki, çoxaldacağıq inşallah. Biz görərik ki, Quranın əksər ayələrində məada işarə olunub. Bəli. İnna lillahi, hamımız bu ayəni əzbər bilirik. İnna lillahi və inna ileyhi raciun. Qaytarılacaqsınız. Məntiqli baxışla baxsaq, fəlsəfi baxışla baxsaq da bu qədər dəmdəstgahın boş-boşuna yaranması, insan həyatının hədəfsiz olması, əbəs olması məntiqlə də düz gəlmir. Bəli. Bir neçə il bundan əvvəl səhv etmirəmsə Avropa ölkələrindən birində tanınmış alimlər bir yerə yığılıblar və Darwinin nəzəriyyəsini təhlil etdikdən sonra belə bir qənaətə gəlirlər ki, bəli, Darwinin nəzəriyyəsi yanlışdır. Deməli, internetdə də videosu var bunun, ingiliscə var. Darwinin nəzəriyyəsi yanlışdır və gəlib bir məqama çatıblar ki, ondan sonra heç bir şey yoxdur. Bir məqamdan sonra Allahdır. Yəni, elmi cəhətdən də bu sübut olunmur ki, bundan sonra bir dünya yoxdur. Var, təbii ki, var. İstər məntiqli cəhətdən biz baxaq. Mən yenə də qeyd etmək istəyirəm ki, Quran bizim üçün höccətdir. Xüsusilə siz qeyd etdiyiniz müsəlmanlar üçün bizim o başqa şəxslərlə işimiz yoxdur. Əvvəlcə evin içi, sonra Quran dəfələrlə qeyd, Bəqərə surəsində, Fatihə surəsində hər gün biz onu Maliki yevmiddin, cəza gününün sahibi, din gününün sahibi, axirətin sahibi. Heç şübhəsiz ki, təbii ki, müvəqqəti bir zamanda biz qalırıq, dünya müvəqqətidir və Allahdan da istəyirik ki, Ramazan ayının hörmətinə xatir bizim hamımızın aqibətimizi xeyirli etsin. Biz bu dünyada maksimum istifadə edib axirətimizi qazana bilək. Namaz qılan olub, müsəlman olub, amma material təfəkkürlü bir insan olmayaq, təfəkkürümüz də, baxışımız da, düşüncəmiz də bizim tohidi olsun, əməlimiz də bizim tohidi olsun. İnşallah. Onun üçün bu ayələr bizə çox kömək edir. Misal üçün, bayaq qeyd etdiyim ayə Ənkəbut surəsinin 17-ci ayəsi. Qeyd etdiyim ki, sizin çağırdıqlarınız sizə heç bir ruzi verə bilməzlər. Onun ardınca Allah buyurur ki, ruzini Allahdan diləyin və ona ibadət edin, ona şükr edin ki, hamınız ona tərəf qaytarılacaqsınız. Allah danışır bizimlə. Allahın ehtiyacı yoxdur bizə. Allah Nəuzubillah yalan danışmır. Yalan ya ehtiyacdan olur, ya zülmdən olur, ya başqa məsələlərdən olur. Bütün bu sifətlər Allahdan uzaqdır, münəzzəhdir, pakdır, nöqsansızdır. Valideynlərimizdən də bizə mehribandır. Əvvəldən elə bizi hazırlayır ki, siz bir vaxt gələcək orada sorğu-sual olunacaqsınız. Bu məhdud bir həyatdan çalışın, faydalanın, istifadə edin. Biz qeyd etdik ki, mülkiyyət hamısı Allahındır. Allahın mülkiyyətində şəriki yoxdur. Allah Teala özü buyurur İsra surəsinin 111-ci ayəsində. Və ləm yakun lehu şərikun fil mulk. Onun mülkiyyətində heç bir şəriki yoxdur. Bütün hər bir şey onundur. Biz bu qədər mövzunu niyə danışdıq? Əgər bu ayələrə biz diqqət etsək, gördük ki, Allah Teala buyurur ki, mənəm sizin Rəbbiniz, hamının Rəbbi mənəm, hamının sahibi mənəm, hamının maliki mənəm. Nəticə. Necə mən Allahın maliki, Allah mənim sahibimdirsə, mülkündəyəm Allahın, mənim övladım da Allahın mülkündədir. Mənim həyat yoldaşım da Allahın mülkündədir. Necə Allah mənim Rəbbimdir, mənim həyat yoldaşım da Allahın Rəbbidir. Mənim övladım da Allah onun Rəbbidir. Yaxşı. Bizim ailədə ünsiyyətimiz qurulur bir-birimizdən. Valideynlər arasında ailə ən azı 2 nəfərdən başlayır da. 2 nəfərsiz ailə 2 nəfərdən başlayır. Daha sonra
artır. Bizim aramızda ünsiyyət qurulur. Bu ünsiyyəti mən necə qurmalıyam? Mən həyat yoldaşımla necə rəftar eləməliyəm? Mən övladımla necə rəftar eləməliyəm? Övladımın tərbiyəsində təvhid məsələsinin nə qədər, necə tərbiyəsi var, təsiri var? Təsiri budur. Bu mənim yanımda olan uşaq mənim deyil. Mülkiyyət yalnız Allaha məxsusdur. Qalan bütün mülkiyyətlər formaldır. Bu pencək mənimdir, amma formaldır. Etibari bir şey. Etibaridir. Yalnız həqiqi mülkiyyət Allahındır. Mənim uşağım da Allahındır. Həyat yoldaşım da Allahın bəndəsidir. Allah Taala mənə lütf edib, mənə nəzər edib, mərhəmət edib mənə övlad verib. Əmanət olaraq. Mən Allahın bu balaca bəndəsi ilə onun istədiyi kimi davranmalıyam. Bayaq qeyd etdim Nas surəsində. Qul a'udhu bi rabbin nas. Bütün insanların Rəbbi. Deməli mənim övladım ilə, həyat yoldaşım ilə davranışımın bir qayda qanunu olmalıdır. Mən ürəyim istədiyim kimi övladımla rəftar eləyənmərəm. Onun sahibi Allahdır. Mən deyiləm. Ona ruzi verən Allahdır. Mən deyiləm. Mən vasitəyəm. Allah mənə lütf edib, minnət qoyub mənə, mən səbəb olmuşam, mənim əlimlə ruzisini öz bəndəsinə çatdırsın. Mən olsam da o bəndəyə ruzi çatacaq, mən olmasam da o bəndəyə ruzi çatacaq. Və mənim heç bir haqqım yoxdur ki, övladım böyüyüb başa çatdıqdan sonra hansısa bir məsələdə onu üstələmək üçün mən səni böyütmüşəm, mən ruzini mən sənə alıb gətirmişəm. Mən olmasaydım sən böyüməzdin. Bunlar şirk dolu sözlərdir. Mənə ruzi qazanmaq üçün qüdrəti verən şəxs Allahdır. Mənə ruzi qazanmaq üçün ideyanı verən Allahdır. Beyni mənə verən ki, mən ruzini necə qazanım? Allahdır. Bu qüdrət də Allahındır. Mən yaxşı olardı ki, bizim izləyicilər bu verilişi paylaşsınlar. Bizi şirkdə qınayan, dırnaq arası qınayan bəzi məzhəbin sahibləri də baxsınlar. Ki, hətta tərbiyə məsələsində biz təvhiddən danışırıq. Bu Əhl-i-Beyt məktəbi başdan ayağa elə təvhiddir. Təvhidin özüdür. Təvhidin özüdür. Biz tərbiyə məsələsində bəlkə də bir çox şəxslərin ola bilsin zehninə bu məsələlər gəlməmişdi. Təvhid tərbiyənin təməl prinsiplərindən biridir. Xüsusilə də rububiyyətdə təvhid. Baxın, Coşəni Kəbir duasını biz oxuyuruq. Ramazan ayında, başqa vaxtlarda. Həmin Coşəni Kəbir duasının 54-cü səhv eləmirəmsə o cümləsindədir. Belə buyurur ki, Ya Rəbbəl Nəbiyyin və Ya Rəbbəl Əbrar, Ya Rəbbəl Siddiqin vəl-Əxyar, Ya Rəbbəl Cənnəti və Nar, Ya Rəbbəl Siğari vəl-Kibar. Ey kiçiklərin və böyüklərin Rəbbi. Biz elə bilməyək ki, mən vasitə olmuşam, övladım dünyaya gəlib, artıq o mənim mülkümdür. Hər nə qədər, necə istəyirəmsə, mən ondan davrana bilərəm. Xeyr. Bəs mən kimdən öyrənməliyəm, mən övladımla nə cür davranım? Allahdan. Nə qədər ona məhəbbət eləməlidir, mən onu bilməliyəm. Nə qədər ona mən hörmət eləməliyəm, bilməliyəm. Nə qədər bizim hədislərimizdə qeyd olunub, hörmət qoyun övladlarınıza. Bəzi təəssüflər olsun, bəzi insanlardan eşidir valideynlər. Bəzi sözlər, qeyri-etik sözlər istifadə edirlər. Uşaq da olsa, xeyr. Allahın bəndəsidir. Mən Ramazan ayıdır, Quran oxuyuram. Balaca bir uşağım var, kiçik yaşlı uşağım var. Mənə ehtiyacı var. Gəlir, müxtəlif bəhanələrlə məni Qurandan ayırmaq istəyir. Əgər mənim baxış bucağım təvhidi olsa, Allahın bir bəndəsi gəlib mənim yanıma, nə olsun balacadır, Allahın bəndəsidir. Mənə nəsə ehtiyacı var, mən Quranı bağlayıram, qoyuram kənara, onunla biraz oynayıram, onun istədiyi ehtiyacını ödəyirəm, təzədən Quranımı oxuyuram. Yox, bu olur, bu vəhid bir insan. Yox, əgər mən Quran oxuyuram, övladımı acılayıram ki, sən Quran oxuyanda məni fikrimi yayındırdın. Narahat edirsən. Sən müstəhəb namaz qılanda mənim fikrimi yayındırdın. Və mənim övladımın qəlbi sındı. Mənim övladım incidir. Baxın, biz demək istəmirik ki, biz hər şey ataq, övladlarımızı qaldıraq. Həyat yoldaşlarımızı qaldıraq. Xeyr,
mən və biz anlayışı yoxdur bizdə. Bizdə bir dənə Allah anlayışı var. Rəbb, hamımızın Rəbbi odur. İstisnasız. O nə dedi? Qanundur. Övladının qəlbini sındırma baş üstə. Peyğəmbərin yanına bir balaca, kiçik uşaq gətirdilər qundaqda və müxtəlif hədislər var. Bəzi hədislərdə var ki, Peyğəmbərdən xahiş etdilər ki, o uşağa ad qoysun. Bəzi hədislərdə var ki, Peyğəmbərə dedilər ki, qulağına azan və iqamə olsun. Peyğəmbər bu istənilən, ondan istənilən işi görən zaman uşaq Peyğəmbərin paltarını islatdı. Valideynləri çox narahat oldular. Peyğəmbər, Allahın Peyğəmbəridir, rəhmətən lil aləmin. İnnəkə alə xulqin əzim. Belə bir şəxsin, mənim evladım belə bir şəxsin paltarını islatdı. Tər tökdülər, utandılar, qızardılar. Cumdular ki, uşağı tez Peyğəmbərdən alsınlar. Peyğəmbər sakit, aram, sakit durun, tələsməyin. Və orada bizə Peyğəmbər həyat dərs verir. Valideynlərə müraciət edir ki, bu maye, bu nəm, hər nədir uşağın idrarı biraz su ilə mən yuyub onu paşlayacam, gedəcək. Amma əgər bu uşağın qəlbi sınsa, sizin davranışınızdan onun qəlbi sınsa, heç nə ilə onu yumaq olmayacaq. Baxın, uşaqdır, bəli uşaqdır, amma Allahın bəndəsidir. Mən gərək ailədə valideyn olaraq elə rəftar edim ki, Allaha göstərim ki, Pərverdigara, ya Rəbb, sən bu bəndələrimi ki, mənə əmanət vermisən, mənim yanımdadılar, mənə sən minnət qoymusan, mənə tapşırımsan onları böyütməyi, minnət qoymusan. Allah öz bəndəsini, məxluqatının əşrəfini mənə əmanət verib ki, sən onu tərbiyə elə. Bundan böyük bir dəyər ola bilər, bundan böyük bir qiymət ola bilər. Allah ən sevdiyi varlığı mənə verib ki, bunu sən tərbiyə elə. Sən böyük. Və məndən də gözləyir ki, mən müraciət edeyim ki, Pərverdigar, ya Rəbb, sən mənə öyrət, mən necə tərbiyə eləyim. Mən öz cibimdən onu tərbiyə eləməyim. Mən öz yanlış təcrübəmlə Allahın əmanətinə xəyanət eləməyim. Bəziləri irad bildirirlər ki, yaxşı, tərbiyə haqqında hədislər, məsələn, belə deyək, xüsusilə övlad haqqında azdır və yaxud qeyd olunmayıb. Baxın, ehtiyac yox idi ki, Allah Taala gəlsin bizə hər bir ayədə hər hansı bir məsələni xırdalığına qeyd eləsin. Qul a'udhu bi rabbin nas. Bütün insanların Rəbbi. Uşaq da onun içindədir. Məlumdur bu məsələ. Bir çox məsələlər məlumdur. Misal üçün, əmanəti sahibinə olduğu kimi qaytarmaq. Övlad da əmanətdir. Bu hədis burada aiddir. Əmanətə xəyanət ən böyük günahlardan biridir. Övladın tərbiyəsinə səhlənkarlıq, məsuliyyətsizlik bu ən böyük günahlardan biridir. İstər həyat yoldaşımla, istər övladımla mən bu baxışla gərək rəftar edim ki, mənim yanımda Allahın bəndələri var. Allahdır, onların sahibi, mən deyiləm onların sahibi. Mən də çalışım, tövhid baxışı ilə yanaşım. Qeyd etdiyim kimi, namaz qılanda və yaxud bizim həyat yoldaşlarımız, xanımlar imsak hazırlayırlar, iftar hazırlayırlar, kiçik uşağı olanlar uşaqlara da baxırlar, oruc ola. Bəli, kişilər də işə gedir, onların da özünə uyğun fiziki işləri var. Amma bir-birimizin qədrini bilmək üçün gərək bizim tövhidi baxışımız olsun ki, bəli, Allahın bir bəndəsi mənim üçün zəhmət çəkir. Mən sübh durmuşam, təbii ki, Ramazan ayında biz indi azandan əvvəl dururuq və mən istəyirəm 2 rükət bir gecə namazı qılım. Elə bu dəmdə mənim həyat yoldaşım da imsak hazırlayır. O da istəsə gecə namazı qılmaq, imsak kimi hazırlayacaq. Ya gərək mən hazırlayayım, ya o hazırlasın. Fədakarlıq eləyir. İmsak hazırlayır, iftar hazırlayır, biz eləyə bilərik. Müstəhəb əməllərimizdə valideynlərimizi və yoxdur mən heç subayam. Bizim yeni yetmə cavanlar var Ramazan ayı. Bu il bəlkə də onların birinci Ramazanıdır, Allah qəbul etsin. Valideynləri durur, onlar üçün imsak hazırlayır. Valideynlərini, həyat yoldaşlarını müstəhəb əməllərdə şərik eləsinlər. Bunun özü bir növ təşəkkürdür. Rəbbin bəndəsinə təşəkkürdür. Çünki Rəbbə təşəkkür eləmək istəyiriksə biz,
Rəbbimizin şükrünü yerinə yetirmək istəyiriksə, gərək onun bəndələrinin şükrünü yerinə yetirək, təşəkkür eləyək. Hədislərdən birində buyurur ki, mənim bəndəmin təşəkkür etməyən, onun şükrünü yerinə yetirmək mənə şükür eləməyib. Qədrini bilək, ha belə tərbiyə məsələsində də. Bu baxışla yanaşaq ki, biz bu ayələri oxuduq və bir çox başqa ayələr də var. İzləyicilər özləri də gedib baxa bilərlər. Biz bu ayələri oxuduq. Mənim Rəbbim mənə bir əmanət verib. Övladım Rəbbimin əmanətidir. Düzdür, biz məsum deyilik. Adam bəzən özünü saxlaya bilmir, əsəbləşir, özündən çıxır. Amma hər zaman tövbə qapısı açıqdır. Hər zaman mümkündür ki, insan geri qayıda bilsin bir çox məsələlərdə. Hətta Quran-ı Kərim buyurur ki, sizin pis əməllərinizi biz yaxşıya çevirərik. Axı bu şəxsi ki, bugün mənim yanımdadır, balacadır və yaxud yeniyetmədir. Xüsusi yeniyetmələrin çox həssasdırlar. Onlar elə bir vəziyyətdə olurlar, elə bir həddi buluq, elə bir vəziyyətdir ki, onlar çox həssas olur, tez qırılırlar. Mən xahiş eləyirəm yeniyetmə övladı olan valideynlərdən ki, onları dərk eləsinlər. Cavandılar, tez dəyişən halları olur. Onun əməllərdə mənim axirətimə təsiri var. Axı bu necə bir varlıqdır mənim yanımda ki, onun əməlləri mənim axirətimə təsir edir. Həzrəti İsa Peyğəmbərdən nəql olunur. Məzmunu belədir ki, Həzrəti İsa Peyğəmbər qəbirstanlıqdan keçirmiş və səhv eləmirəmsə belə olmalıdır ki, orada hansısa bir qəbrə əzab verilir. Və Həzrəti İsa Peyğəmbər bir ildən sonra yenə də o qəbirstanlıqdan keçəndə artıq o qəbrə əzab verilmir. Və İsa Peyğəmbər Allahdan bunun hikmətini soruşanda belə ilham olunur, belə vəhy olunur ki, mənim bu bəndəmin bir övladı var, salih övladı olub. O bir yetimə qəyyumluq eləyir. O yetimə qəyyumluq elədiyi üçün, salih əməl sahibi olduğu üçün mən bu qəbrin sahibindən əzabı götürdüm. Baxın, ata dünyasını dəyişib, ana dünyasını dəyişib. Amma övladın onların axirətinə təsir var. Bağışın, vaxtımızda 1-2 dəqiqə qalıbdır. Buyurun. Suallara keçəcəksiniz. Əgər sözünüz tamamlayın. Bəli, tamamladım. Allah razı olsun. Elə mən gözəl söhbət etdiniz, qəşəng nöqtələrə işarə etdiniz. Belə deyək də, yəni övlad bir növ o ki, kiçik yaşlarından onun zehni, qəlbi ağ kağız kimidir. Yəni biz hər nə cür onu orada tərbiyələndirsək, əgər təvhidi tərəfə yönəltsək, bu baxışla tərbiyələndirsək, o cür formalaşır. Əgər Allah uzaq eləsin, şeytani tərəfə, yəni Allahın ziddinə olan yerlərə yönəltsək, o mövqeyə tərbiyə versək, Allah eləməsin böyüyəndə fitnə fəsad törədən, Allah düşməni olaraq bir cəmiyyətdə formalaşan bir insan olur. O cür dostlar. Bəli, biz yaddan çıxartmayaq ki, biz övladımızla davrananda Allahın bir bəndəsi ilə davranırıq. Necə başqa şəxslərin bizim üzərimizdə haqqı var, övladımızın da bizim üzərimizdə haqqı var, bizim də onun üzərində haqqı var. Bunu yaddan çıxartmayaq. Əgər işdir, şayət biz yanlışlığa yol vermişik, məsum deyilik, əgər lazımdırsa övladımızdan üzr də istəyək, halallıq da alaq. Baxın, haqqunnas övlada da aiddir. Əgər onun qəlbi sınsa, bizi bağışlamasa təbii ki, bağışlayacaq. Uşaq, övladlar valideynlərini çox istəyirlər, valideyn də övladlarını çox istəyir. Amma biz istəyirik ki, tam təvhidi bir bəhs eləyək də. Elə davranaq ki, Allah bizdən razı qalsın. Allah buyursun ki, bəli, mənim bu bəndəm, mənim başqa bir bəndəmlə gözəl davrandı, ona minnət qoymadı, mənim verdiyim ruzini ona çatdırdı, ona heç minnət də qoymadı ki, mən bu ruzini sənə vermişəm, səni mən böyütmüşəm. Xülasə, çalışaq bu Ramazan ayından başlayaq, bu təfəkkürü özümüzdə formalaşdıraq ki, Allahdır bizim sahibimiz, hamımızın Rəbbimiz də Allahdır, uşaqlarımızın da Rəbbi Allahdır. İnşallah. Allah razı olsun ustad, Allah sizi var eləsin. Allah sizdən də razı olsun. Gözəl söhbətiniz üçün təşəkkür edirik. İndi isə izləyicilərimizin sualları var. İnşallah onları sizin diqqətinizə çatdırmaq istəyirəm. Deməli, ustad, izləyicimiz yazır ki, salam. Mənim 2 qızım var. Birinin 3 yaşı olacaq, birinin 5 yaşı. Aralarında 1 yaş 8 ay fərq var. Ataları israr edir ki, bir sinifə qoyaq. Bir sinifə getmələri üçün gərək birinin 6 yaşı ola, o birisinin 8 yaşı. Psixoloji baxımdan nə dərəcədə düzgündür bu qədər yaş fərqi ilə məktəbə qoymaq?
Hə. Deməli, Bismillahirrahmanirrahim. Ümumiyyətlə 7 yaşına qədər gərək uşaq oynasın, azadlığı olsun uşağın. Bu onun həm ruhuna təsir qoyacaq, uşağın sevinci əlindən alınmamalıdır. Biz bilirik ki, məktəb sistemi və məktəbin proqramı elədir ki, uşaq yüklənəcək, yorulacaq. Yaxşı olar ki, elə vaxtın 7 yaşında, hər ikisini də 7 yaşında qoysunlar. Çünki siz 3 yaş yarım və Bəli, birinin 3 yaşı tamam olacaq, birinin isə 5 yaşı. Aralarında 1 yaş 8 ay fərq var. 1 yaş 8 ay, yəni biri 7 yaşında məsələn getsə, o biri 5 yaş neçə yaşında alınmır bu. Bəli, o biraz elə hər şey öz vaxtında gözəldir də, hər şey öz vaxtında. Mən məsələn mənim öz qızımın 6 yaşı var, mən hələ məktəbə qoymuşam, 7 yaşında. Çalışsınlar öz vaxtında. Onu 7 yaşında qoysunlar, elə o da 7 yaşında qoysun. Çünki hər birində öz istedadı olacaq, özünün dərs oxuma qabiliyyəti olacaq. Ola bilər ki, bu məsələlərdə də aralarında fasilə yaransın, o çatdıra bilməsin və birinci övladdan siz kömək ala bilərsiniz. O ikinci övladın dərslərindən məşğul ola bilər. Bəli. Düz. Bu da sizə bir kömək olar. Bəli, çox gözəl nöqtədir. Həm də ustad, siz buyurduğunuz kimi, əgər birini məsələn 7 yaşında qoysa, o birisinin haqqına zülm olur ki, məsələn 5 yaş neçə yaşında. 7, 1, 8, o 5-2-də gedir. 5 yaşında olmayacaq uşaq. Uşağın dərkinə və yüklənəcək, uşaq yüklənəcək. Əgər təbii ki, biz bilmirik uşaqların xasiyyətini. Qısadır da cavab. Atlanıb düşən uşaqdır, aktiv uşaqdır, pasiv uşaqdır, sevinci çox olan uşaqdır, bilmirik. Ümumi deyirik ki, hər şey öz vaxtında gözəldir və buna görə də peşman olmayacaqlar. Əsas budur ki, tələsməyək. Hər şeyi öz vaxtında eləsək, necə ki, biz yemək bişirəndə qazın çox xod versək yanar, çox alovlandırsaq, çox versək yanar, azaltsaq gec pişər, biz hər şey öz vaxtında eləsək yaxşı olar. Allah razı olsun ustad. Deməli ustad, başqa bir sual da var izləyicimizdən. Uşağa Allah haqqında, peyğəmbər, imamlar haqqında neçə yaşından danışmalıyıq? Nələri deməliyik? Necə tanıtmalıyıq? Bismillahirrahmanirrahim. Uşağın fitrətinə əsasən uşaq həm öz Allahını tanıyır, həm öz peyğəmbərini tanıyır, həm də öz imamını tanıyır. Amma xırdalığı ilə yox. Bilir ki, bəli onun yaradanı var. Özünüz də görmüsünüz, sosial şəbəkələrdə bir çox uşaqların videolarını paylaşıblar. İmam Hüseynin adı gələndə məsələn uşaqlarda biraz kövrəli hissi yaranır. Azan səsi gələndə uşaq özünü itirir, qaçır azanı eşitməyə və s. Bunun üçün nigaran olmağa dəyməz. Uşaq ki, başladı artıq nağıl eşitməyə, nağılları qəbul eləməyə, başa düşməyə, nağıl formasında biz Əhl-i Beytin həyatını onlara danışaq. Əhl-i Beytin həyatında o qədər məsələlər var ki, bir çox məsələ, misal üçün Həzrəti Zəhra salamullahi əleyhanın kasıblara, kasıbqarıya kömək eləməyi, Həzrəti Əhl-i Beyt əleyhissalamın gecələr başqa şəxslərə kömək, amma uşağın öz dilində ki, bəli, kömək eləyirdi, insanı başa düşür. Nağılla biz başlayırıq, təqribən 2 yaşdan sonra, 2 yaş yarımdan sonra artıq nağılı eşitməyə hazır olurlar. Nağılları çox xoşlayırlar, nağılın özünün tərbiyə müstəsna təsiri var. Bir çox biz məsələləri nağıl vasitəsilə ötürürük övladlarımıza. Dini müstəvidə olan yaxşılıq, ehsan, insanların bir-birinə köməyi, bu kimi məsələləri Əhl-i Beytdə çox danışa bilərlər. Ondan sonra artıq uşaq yaşa dolduqca o ailədə görəcək hər şeyi. Bəzən biz fikirləşirik ki, demək lazımdır, amma çox vaxt eləmək lazımdır. Biz özümüz öz Allahımıza olduğu kimi bəndəçilik eləyə bilsək, bu bizim övladımıza təsir edəcək. Mənim öz qızımın 7 yaşı var. Bir həftədir qızım deyir ki, məni imsaka durğuzun. Biz də durğuzuruq, durmur. Amma əlbəttə biz onun sözünə riayət edirik. Nəinki mən istəyirəm o mən söz verirəm ki, mən səni durğuzacağam. Ona görə də mən sözümə sadiq olum deyənə bir-iki dəfə çağırıram, durmur və heç də demirəm. Məsələn, bugün imsakada durmuşdu, özü namazla qıldı, özü üçün namaz qıldı. Kitabı açıb əllərini də sürtdü. Ehtiyac yoxdur. Biz bəzən düşünürük ki, demək lazımdır, sözlə çatdırmaq lazımdır. Yox, əməl ən güclü təsirdir. Biz özümüz dinin göstərişlərinə əməl eləyək, yavaş-yavaş bizim övladlarımız öyrənəcək və müəyyən bir yaş həddi var ki, artıq orada onun elmi sualları var, şübhələri var. Valideyn bacarırsa bu şübhəni özü cavab versin, bacarmırsa övladını yönləndirsin.
Bir bu məsələni biz yaddan çıxartmayaq ki, la ikrahe fiddin. Dində təlim var, məcburiyyət yoxdur. Bəli, çox gözəl. Allah razı olsun Allah sizə. sizdən Çox razı qəşəng izah verdiniz. Ustad, suallarımız çoxdur, vaxtımız qısa olduğuna görə Sualları hə, direktdə yaza bilərlər, bəli, ya səhifəyə yazarlar. bəli, bəli. Çalışıb İnşallah cavablandıraq. bir dənə də sualımız var. Onu da inşallah diqqətinizə çatdıraq. Deməli ustad, izləyicimiz yazır ki, salam aleykum. Allah razı olsun. Bir-birindən maraqlı Sizdən də razı proqramlara görə uşağı ədəbləndirmək üçün vurmaq olarmı? Bismillahirrahmanirrahim. Əhl-i Beyt əleyhissalam buyurur ki, əddibu əvladakum. Ədəbləndirin. Baxın, vurmaq məsələsi çox biraz kritik məsələdir. Dinimiz vurmaq məsələsinə icazə verib, amma mən ammanı niyə hündürdən dedim ki, diqqəti burada olsun valideynlərin. İkinci, üçüncü, dördüncü dərəcəli məsələdir. Bıçaq boğaza dirənəndədir. Uşağı ədəbləndirməyin ən gözəl yolu uşağa məhəbbət və hörmət eləməkdir. Tərbiyənin iki böyük sütunu var. Onun biri uşağa sevgi göstərməkdir, biri də uşağa ehtiram göstərməkdir. Bir şəxs gəldi İmam Rıza əleyhissalamın yanına, hədisin məzmunu belədir ki, şikayət elədi öz övladından. Həzrət buyurdu ki, ondan küs. Amma küsməyin uzun sürməsin. Bunu təhlil edirlər tərbiyə alimləri. Küsməyə necə təsir göstərə bilər övladıma? Deyər ki, nə yaxşı, mən canım qurtardı. Küsməkdən əvvəl məhəbbət olmalıdır. Sevgi olmalıdır ki, övlad valideynin sevgisini itirməkdən qorxsun. Küsmək budur. Yəni artıq atam mənə sevgi, məhəbbət göstərməyəcək. Başıma əlini sürtməyəcək. Bundan nigaran olub o pis işi kənara qoysun. Və bunu da yaddan çıxartmayaq ki, uşaqlar yaxşı şeylərə gec adət eləyirlər. Pis şeylərə tez adət eləyirlər. Biz bu pis şeyləri kənara qoymaq üçün, övladımızı ədəbləndirmək üçün hövsələ bizə lazımdır. Ramazan ayıdır, imsaka dururuq, Allahdan kömək istəyək. İmam Səccad əleyhissalam buyurur 25-ci duada, Allahümmə ə'inni fi tərbiyyəti əvladi. İlahi, övladlarımın tərbiyəsində mənə kömək et. Həzrət məsumdur, amma Allahdan kömək istəyir. Həmin Rəbb məsələsinə qadir. Sən bu şəxslərin Rəbbi, sahibi, sən onları kamala çatdıran, mənə kömək ol. Suallar konkretdir deyənə biz də konkret cavab veririk. Suallar bir çox burada sual doğurur. Hansı mövzuda ədəbləndirmək, dərsə aiddir, əxlaqa aiddir, nə evdə və ona görə də biz də ümumi cavab veririk. Yəqin ki, çox güman tamaşaçılar bizi başa düşür. Suallar ümumidir, biz də ümumi cavab veririk. Və bir çox hallarda uşağın pis işinə reaksiya verməyək. Çünki uşaq reaksiyadan o ki təkrarlayır. Yaxşı işə də reaksiya verəndə uşaq təkrarlayır, pis işə də reaksiya verəndə uşaq təkrarlayır. Xülasə, bizim əsas amalımız budur ki, övladımız məhəbbətdən tərbiyələnsin. Vurmaqdan, döyməkdən, Allahın bəndəsi mən necə əl qaldırım. Qorxuzmaq olar, amma əl qaldırın, vurum, biraz o tohid baxışı ilə düz gəlmir. Allah razı olsun ustad, Allah sizi var eləsin. Sualları da gözəl şəkildə cavabladınız, amma vaxtımız qurtarır deyə artıq digər sualları səsləndirə bilmirik. İnşallah sonunda sizdən bir dua istəyərdik ki, dua edərdiniz. Bismillahirrahmanirrahim. Allaha and verirəm bu mübarək Ramazan ayının hörmətinə. Özünün və əhl-i beytinin məhəbbətini günbəgün bizim və övladlarımızın qəlbində artırsın. Həzrət İbrahimin duasını ki, Allah Teala bizi və övladlarımızı namaz qılanlardan qərar versin, bizim nəslimizdən də namaz qılanlar qərar versin, ailəmizi və övladlarımızı bizə çıraq qərar versin və bizi də ola bilsin nəslimizdən kimisə insanlara imam və rəhbər qərar versin. Amin inşallah. Allah razı olsun ustad. Təşəkkür edirik. Gözəl söhbətiniz üçün Allah sizi var eləsin. Çox sağ olasınız. Bəli, dəyərli izləyicilər, verilişimizin sonuna gəldik, çatdıq. Vaxtımız məhdud olduğuna görə artıq qalan sualları inşallah gələn verilişlərimizdə qismət olsa səsləndirərik. İndi isə siz əzizlərlə sağollaşırıq. Bir daha da Allahdan istəyirik ki,
Allah Teala tuttuğunuz oruçları, ettiğiniz ibadətləri ali dərəcədə qəbul etsin. Sağ olun, salamat qalın. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Aliyen Veliyullah. Eşhedü enne Emirel Mu'minin Aliyen Hüccetullah. Hayye ale's-salâti, hayye ale's-salâh. Hayye alel-felâh, hayye alel-felâh. Hayye alâ hayril amel. Hayye alâ hayril amel. Allahu Ekber, Allahu Ekber. La ilahe illallah. La ilahe illallah. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi ve sellem.